Uşaqlar, sizcə xoşbəxtlik nədir və hansı əməli etdikdə siz özünüzü xoşbəxt hiss edirsiniz? Başlayaq. Kimdən? Hüseyin, buyur. Mənə görə xoşbəxtlik sağlam olmaq və bütöv bir ailənin birlikdə yaşamasıdır. Valideynlərimin sözünə əməl edəndə və müəllimlərimin verdiyi tapşırıqları yerinə yetirəndə xoşbəxt oluram. Aha, gözəl. Buyur Əlican. Məncə əsl xoşbəxtlik ailəniz və sağlamlığınızdır. Mənə əsl xoşbəxtlik edən şəxs yazacağam və onun önünə çox xoşbəxt hiss edirəm. Gözəl. Buyur Ayla. Əsl xoşbəxtlik şüurə şəxsliyi və ailənin dostlarının yanında olmasıdır. Aha. Bəs hansı əməl edəndə özünü xoşbəxt hiss edirsən? Müəllimlərin sözləri yerinə yetirəndə. Afərin. Gözəl. Buyur Sadiq. Mən ailənin bir yerdə olmağı çox xoşbəxt. Aha, yaxşı. Ayla buyur. Fikrin var? Buyur qızım. Yaxşı. Başqa kimdir? Buyur Nilay. Mən özümə ailəmlə vaxt keçirəndə çox xoşbəxt oluram. Əsl xoşbəxtlik biz gözəl ailəyiz çünki sağlamıq. Aha, gözəl. Buyur Fidan. Həyatda son dərəcədə məmnunluq, dərin razılıq və sevincisi mənim üçün çox xoşbəxt etdirir və hansı əməl edəndə xoşbəxt olduğu, ailəmlə bir vaxt keçirmək, sizin üzrünüzlərdə mənim üçün ən böyük xoşbəxtlikdir. Aha, gözəl. Sonra buyur Mahmud. Mən ailəm olsam çox xoşbəxt olurum. Aha, bəs səncə əsl xoşbəxtlik nədir? Gezmək, dərs yazmaq, oynamaq. Aha, dərs yazmaqla sən xoşbəxtlik hesab edirsənsə nə gözəl. Bundan sonra tapşırıqları biraz artırarıq. Hə, sonra başqa fikir olan buyur Tuncay. Aha, bəs hansı əməl edəndə özünü xoşbəxt hiss edirsən? Yaxşı. Buyur Anar. Mənim xoşbəxtliyim ailəmlə birlikdə olub və dərslərimi tez yazmağım xoşbəxtliyim. Aha, bəs səncə əsl xoşbəxtlik nədir? Əsl xoşbəxtliyim dərslərim. Dərs yazmaqdır. Yaxşı. Başqa fikir olan? Musa. Bayramda dostlarımla görüşməkdən, mənə görə əsl xoşbəxtlik öllərimi ziyarət etmək. Gözəl. Bəs yaxşı, sən hansı əməl edəndə ümumiyyətlə özünü xoşbəxt hiss edirsən? Başqa? Aha, gözəl. Yaxşı. Buyur Ülkər. Yaxşı. Nərgiz, sən işlək. Sağlam olanda özünü xoşbəxt hiss edirsən. Yaxşı. Nur, buyur. Əsl xoşbəxtlik sağlamdır. Sadəcə əsl xoşbəxtlik. Bəzən ailə kimi alanda, əlaqə sizin bizimlə yanınızda olanda mən xoşbəxt oluram. Nə gözəl. Aha, sonra. Başqa? Fikir olan var? Buyur Cəlilova Zəhram. Aha. Nə gözəl. Emin. Ailəm sağlam olmasına Aha, ailənin və sənin sağlam olmağı sənin üçün ən böyük xoşbəxtlikdir. Gözəl. Fatimə, buyur. Ucadan. Aha. Gözəl. Buyur Zəhram. Mənim xoşbəxtliyim ailələrimin yanında olmaq, mənim əsl xoşbəxtliyim də ailəmin yanında olmaq. Gözəl. Afərin. Başqa? Buyur Ümid. Mən Yüksək Universitetdə müzakirə etdiyim üçün xoşbəxt Aha. Yaxşı, bəs səncə əsl xoşbəxtlik nədir? Hə, səncə əsl xoşbəxtlik nədir? Ailənin sağlam olması. Yaxşı. Başqa fikir olan var? Başqa fikir olan yoxdur? Uşaqlar, hər birinizin fikrinə qatılıram və əlavə etmək istəyirəm ki, həqiqətən də əsl xoşbəxtlik insanın sağlam olmasıdır, ətrafında sevdiklərinin olmasıdır, mehriban olmaq, dostlarını sevmək, dürüst olmaq əsl xoşbəxtlikdir. Hər birinizə xoşbəxt olmağı arzulayıram. Dünya siz güldükcə fırlanacaq. Həmişə xoşbəxt olun. Siz xoşbəxt olun ki, bizlər də sizin xoşbəxtliyinizlə xoşbəxt olaq. Sağ olun uşaqlar.